Salam hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mən Ömər Abuşov. Test Channel kanalı olaraq bugün sizlərlə birgə məntiq dərsinin birinci mövzusu olan şifrələr mövzusuna bir sual həll edəcəyim. Suala keçid etmədən öncə kanalımıza abunə olub videolarımızı like etməyi unutmayın. İndi isə sualımıza keçirik. Sualımız şifrələrin asan tipli suallarından biridir. Bizə öncəliklə kvadratın içində bəzi hərflər verilib və bunlar xüsusi bir sırayla düzülüb. Və bu sıra, baxın, bu yəni sual işarəsi olan kvadratda da həmin cür, yəni eyni cür olmalıdır ki, bu buna bərabər olsun. İndi isə gəlin birinci T-dən başlayalım. Görürük ki, T buradadır, buradadır, buradadır və A, B, C, D-yi, yəni bu variantlardan birində də T-lərin yeri doğru olmalıdır. Baxarıq ki, T 3 dənə buradadır, burada. Bu variantların hər birində T-lərin yeri doğrudur. Məsələn, görərdim ki, S-lərə baxaq, çünki S-lərin yeri digərlərinə nisbətən biraz daha rahatdır. S-lər, baxın, bu vəziyyətdədir. Bu vəziyyətdə olan yoxdur. Deməli, A variantı yanlışdır. Daha sonra keçirik B variantı. B variantında S-lərin yeri tamamilə doğrudur. Daha sonra keçirik C variantı. C variantında S-lərin yerini, baxın, burada bir plus işarəsi var. Ona görə C variantı da gedir. Daha sonra D variantına baxırıq. D variantı da doğrudur. Y variantında da S-lərin yeri doğrudur. İndi isə məsələn görəlim ki, B-lərə baxaq. Nisbətən çünki B-lər azdır. İndi də gəlin B-lərə baxaq. B-lər 2, 2, 2 hər birində doğrudur. İndi isə gəlin Y-lərə baxaq. Y-lər görək hardadır? Y-lər, baxın, bu kənarlardadır. Bu B variantı uyğun deyil. Çünki qara kvadratdır. Burada isə içi boş kvadratlardır. İndi isə baxaq D variantı. D variantında da Y-lərin yeri düzgündür. Ancaq D variantında doğrudur. Y variantında isə yanlışdır. Çünki 3 dənə Y içi boşdur. Kvadratdır. 2 dənəsi içi doludur. Ona görə deməli bunlar başqa-başqadır. Amma bizdə hər biri eyni yerlərdir. Ona görə Y variantı da gedir. Deməli bizim cavabımız olur D variantı. Kanalımıza abunə olub videolarımızı like etməyi unutmayın. Növbəti videolarda görüşənədək.